Cəbrayıl Təşkilatından İldırım Fərhadoğlu bir daha Allah cəm şəhidlərimizə rəhmət eləsin. Şimdi şəhidlərimizə anım günü keçirilib. Cəbrayıl qaziləri şəhidlər üçün ehsan süfrəsi açdılar. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Çok sağ olsun. Bunlara elə hamımızın adından, Cəbrayıl'ın adından çok sağ ol dedim. Şimdi burada ne olacak? Bak buranı o başa kadar elirler, ağaçları açıklar. Graberi düz o başa kadar döşeyecekler, graberi. Sonra o başta büyük bir seslen, nanavetsi. Kim gelse oradan gel istesinler, lazım gelse gelecek, lazım gelse gelecek. Bak bu işler de meşhur olsun. Bundan da bu işleri saklayın, naiş elədik ki saklayın. Niye? Çünkü bunun məqsədi var, düzdür, yaxşı məqsəd. Amma onu hələ cəmaatımızı hazırlamalıyıq. Yəni, qəbir sahibləri gərək razılaşa ki, onun qəbri məsələn 60'ın neçə olacaq və onu da harda düzəltdirəcəklər, istəyirlər ki, bir yerdə düzəltdirərlər ki, həm də ucuz olur. Şimdi burada nə qədər qəbir var, hər birinə o şamildir. Ancaq bunun əksəriyyətinin valideyniylə danışılmayıb. Danışılmalıdır, onların razılığı almalıdır. Bunu elə sizə danışdıq. Sizlər də deyin, bizim buradakı şəhid kimin qəbri varsa, qəbir sahiblərinə, onlar da əgər razılaşacaqlarsa, bunlar o işi eləyəcəklər. Yaxşı da işdir. Amma ki, hələ onu ne kadar ki razılaşmamışıq, o böyük danışığa səbəb ola bilər deyin, onu xahiş elədik saxlasınlar. Burada bu işi bu formada dayandırır. Amma böyük işdir də, görülüb. Allah rəhmət eləsin. Həqiqətən çox sağ olun. O belə. Allah cəmi şəhidlərimizə, burada elə birinci Mehdiye Faik. Bu Mehdiye Faik, bu Birəlimlə ikisi bir yerdə, o vaxt o döyüşə gedəndə, onlar akşam oradan çıxmışlar. Onlara demişdi ki, siz istirahətiniz. Amma döyüşə gedəndə getmişdik. Biz də bunlar arkadan eşidiblər ki, döyüş gedir o tarafda. Bunlar gəliblər, düzünlüdən silah alıblar, gediblər döyüşə. O düşer. Yani Cəbrayıl'da bunlar değil. Bilele bakılır, birleşik sonra Aydıman gel gittiği yerde oynuyor elmanların kalanı. Allah rahmet eylesin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah hər birinizdən razı olsun. Burada 15 yaşında Tigana yadınızda oluyor. Bu kasıp bir adamın oğluydu. Özü de bu neydi? Bunun faaliyeti neden ibarettir? Bu köyüne dövüşenlerin yadındadır, bir daha hatırlatmak istedim. Mesela Bakı Güneşli postuna. Güneşli postuna. Güneşli postuna Bir daha bu işi görenlerin her birine
Sonra su kurtarır. Allah razı olsun deyirəm. Allah can sağlığı versin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Və Cəbrayıl qazilərini Allah var eləsin. Bugün şəhidlərimiz üçün ehsan sürfəsi açdılar. Və gözəl bir mərasim keçirildi. Bir daha Allah cəm şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, şəhid yaxınlarına, şəhid ailələrinə, şəhid doğmalarına Allah səbir versin. Allah'a emanet olun.